Qısqanclıq normaldır və həqiqətən sevən adam qısqanar. Hər şey normasında olanda normanı mən özüm üçün necə müəyyənləşdirirəm? 0-10 bal arası 10-dursa normal deyil. 0-10 bal arası 4-dürsə, 3-dürsə normaldır. 2-dirsə də normaldır. Çünki hardasa narahatçılığın ola bilər. Düzdür, bu insanın özgüvəni ilə də əlaqədar olan bir şeydir. Yəni sən özünü psixoloji tam bədənində qəbul etməlisən, xarici görkəmdə qəbul etməlisən. Ümumiyyətlə özgüvən elə bir şeydir ki, sən ümumiyyətlə nəyə qadir olduğunu, hansı bacarıqların, hansı qabiliyyətlərin olduğunu bilməlisən. Yəni özün haqqında çox məlumatın olmalıdır ki, sən özünü başqalarının yanında aşağıda yox, yuxarıda görə biləsən və yaxud da eyni səviyyədə görə biləsən. Qısqanmaq əgər həyat tərzinə mənfi təsir göstərmirsə, ola bilər ki, hansısa cütlüklər üçün bu normaldır. Yox, əgər həyat tərzinə, artıq o yaşama tərzinə təsir göstərirsə, çətinlik yaradırsa, artıq bu normal deyil. O zaman deyə bilərik ki, qısqanclıq qarşı tərəfə olan güvənsizlik deyil, özünə olan güvənsizlikdir. Əlbəttə, həm də özünə olan güvənsizlikdir. Həm ona olan güvənsizlikdir, amma birinci özündən başlamaq lazımdır ki, özünə inamın aşağı olmasıdır əlbəttə.